Bəli, mən Vüsal Kəlbəzəri, tənqidçi jurnalist. Bu günlərim Xəzər rayonunda icra başçısı demək Elşən Salahova öz adımızdan, Xəzər rayon Binə qəsəbəsi adından və o cümlədən insanlar adından təşəkkür bildirirəm. Əlbəttə ki, müraciətlərimiz olanda, olur da, tənqidi dəstəkləyirik, amma müsbəti də dərin təşəkkürümüzü bildirməliyik. Burada olan insanlara, bu günlərim görülən işlərə, burada olan insanlar adından və mənim həmkarlarım jurnalistlər Pərvizdir, bir neçə nəfərdir. Hətta burada Məhərrəm adında da iş var, həvəskar jurnalist, ona jurnalist demək olmaz. Yəni həvəskar ona da təşəkkür edirəm və insanlara da təşəkkür edirəm. Ağsaqqallara Məzahir müəllimdir, yəni Qurub Qarabağ əllidir, ona da sağ ol deyirik. O hamısına, kimin ki əziyyəti keçib, kimin ki əziyyəti keçib onlara sağ ol deyirəm. O cümlədən də insanlara təşəkkür edirəm ki, bu günlərim hamı bir oldu, müraciətlər ard-arda oldu və nəticədə biz dediyimizə nail olduq. Və bu dediklərimizi yerinə yetirən də Xəzər rayon icra başçısı Elşən Salahova da öz adımızdan dərin təşəkkür bildirir. O cümlədən də Azərsuda olan işçilərə və rəhbərə, o layihəni çəkənlərə və burada əziyyət keçən insanlara sağ ol deyirik və göstərən bu işləri. Bəli, bura gördüyünüz kimi insanlar işlər görürlər. Bax, gördüyünüz kimi durbalardır, tökülübdür hər biri. Öz adımızdan dərin deyirik. Sağ ol. Bütün işçilərə sağ ol deyirik. Öz adımızdan sağ ol da təşəkkür edirəm. Texnikalar işləyirlər hər biri. Çoxlu sayda işlər gedir. Təşəkkür edirik. Gördüyünüz kimi. Bəli, gördüyünüz kimi bütün texnikalar buradadır. İnşallah indi başlayırlar işə. Gördüyünüz kimi suda çəkilir, hətta gözəl işlər gedir. İnşallah işlərin davamı gəlsin. Allah qoysa, gördüyünüz kimi bunlar da su çəkinirlər, qrey edirlər və gördüyünüz qaydada bu da saxlar ödənə. Gördüyünüz kimi sağ ol deyirik, təşəkkür edirik. Bəli, texnikalar gördüyünüz kimi işləyir. Onlar işlər gedir, yollar düzəldirlər.